Bəli, əziz dostlar, dediyimiz kimi sərbəst forma 4 formada olurdu hərflərimiz. Əvvəl forma, orta forma, axır forma və yaxud da son. Demək, bugünkü dərsimizdə biz 4 hərf keçəcəyik yenə. Biz dəl hərfidir, sərbəst formanı qeyd edirik. Sərbəst forma və bir də son forma, yəni axır forma. İkinci hərfimiz isə zəl hərfi olacaq. Bu da eyni ilə dəl hərfi kimi yazılır. Sadəcə başında nöqtə qoyulacaq bunun. Nöqtə. Nöqtə. Üçüncü hərfimiz ra hərfidir. Bu cür yazılır. Sərbəst forma. Və bir də axır formanı yazacağıq biz. Ra hərfi və bir də zeyn hərfi. Başında nöqtə qoyulur. Buradan da eyni ilə başında nöqtə qoyulur. Bu hərflərin əvvəli yoxdur, ortası da yoxdur. 8. Dəl hərfi. Hərfin adı dəldir. Verdiyi səs isə d-dır. Transkripsiyada yazıram d. Hərfin 9-cu hərfimiz zəldir. Verdiyi transkripsiya səsi isə z-dır, pəltək z. Altına xətt çəkirəm. Pəltəkdir. Və 10-cu hərfimiz ra-dır. Ra hərfidir. Verdiyi səs r-dır. Və 11-ci hərfimiz zeyn və yaxud da zeyndir. Zeyn. Verdiyi səs isə bizim adi z. Dostlar, baxın. Dəl, vəl, ra, zeyn. Bu hərflər iki şəkildən ibarətdir. Sərbəst və axır, son. Fəthə qoyduq üstünə də bənin əvvəl forması keçmişdir, bunu yadımızdadır. Üstünə bir dənə fəthə qoyuruq və barranın axır forması. Bax, ranın axır forması. Baxın. Də, bə, ra. Biz bunu açıqlasaq nə olacaq? Baxın bu cürlə. Də, üstə gəlirik. Bə, əvvəl. Üstə gəlirik. Ra, axır. Bərabər olur nə? Də, bəraq. Bax bu söz. Də, bə. Bax bu r-nı da birləşdirik buna. Baxın. Gördünüz? Də, bəraq. Misal üçün, dəlin bir axır formasını misal verək. Məsələn, əbəd misal üçün. Misal üçün. Misal üçün. Ə, yəni əlif həmzə, ə. Bə, əvvəl. Dəl də axır. Bununla birləşir. Əbəd, də. Düzdür? İndi açıqlamasını yazaq. Ə, əlif həmzə, üstə gəlirik. Bə əvvəl,
və üstə gəlirik bir də dəl axır. Dəl axır. Bərabərdir. Nə olacaq? Ə, B, D. Ə, B, D. Aydın oldu. D, B, ra açıqlaması. D sərbəst, B əvvəl, ra isə axır. Gördünüz? Bərabərdir D, bəra. İncə bir başqa misal vuraq. Misal üçün vəldən. Məsələn, və bu ra. Məsələn. Və düzdür? Zəbuzə deyək. Misal üçün da. Və o da zəbura. Misal üçün. Zəbərə deyək. Onu keçməmişik. Çaşdırmayaq. Zəbəra. Bu da zeynə misaldır. Zəbəra. Yine açıqlaması belə olacaq. Və bə işte gəlirik. Ra'nın da axır vurması. Gördünüz, bu bunun açıqlamasıdır. Bərabərdir. Zəbəra. Aydın oldu. Tərəz məsələn. Tə əvvəl ra axır, baxın. Axır ra. Tə, rə. Zəl də nədir? Sərbəst forma olacaq. Ra sərbəst forma, üstündə fəthə. Ra bənin əvvəl forması. Düzdür, gördünüz, bə birləşmədi. Niyə? Çünki sərbəst forma gəlib ra. Bə. Bu da tərin axır forması. Birləşdi niyə? Bəyə. Ra, bə, tə. Açıqlamasını yazaq. Baxın bura əziz dostlar. Ra. Üstə gəlirik. Bə əvvəl forma. Üstə gəlirik. Tə axır forma. Bərabərdir. Nə olacaq? Rabətə. Rabətə. Ra. Bə. Tə. Ra. Bə. Tə. Aydın oldu. Şəkilli hərflər bunlar özündən əvvəl bütün 4 şəkilli hərflərə birləşər. Bax bu axırdır. Yəni axırdan əvvəl 2 şəkilli hərflərdən başqa bütün 4 şəkilli hərflərə nədir? Birləşər. Və özündən sonra isə heç bir hərfə birləşməz. Özündən sonra, yəni bu 6 hərf özündən sonra 22 hərfin heç birinə birləşməz və yalnız sərbəst formada yazılar. Misal üçün də, bə, ra. Baxın, də sərbəstdir, bə 4 şəkillidir. Gördünüz? Bə hərfi dəyə birləşmədi. Ayrıca əvvəl forma yazıldı. Və özündən əvvəl isə 2 şəkilli hərflərdən başqa, yəni 6 dənə 2 şəkilli hərfdən başqa bütün 22 dənə hərf 4 şəkilli hərfə birləşər. Məsələn, misal üçün, baxın, də, bə, ra. Bə 4 şəkillidir və bunun kimi bütün 4 şəkilli hərflərə 2 şəkilli hərf özündən əvvəl 4 şəkilli hərf gəlsə, hər birinə nədir? Birləşər. Də, bə, ra. Məsələn, və yaxud ə, bə, də, əbədə. Ə, bə, də, əbədə. Aydın oldu. Açıqlamasında yazmışam. Zəl hərfi tələffüz edərkən fə hərfini keçmişdik biz. Fə hərfinin məxrəci ilə eynidir. Sə hərfində olduğu kimi dilin ucu cüzi şəkildə ön dişlərin arasından çölə çıxarılır və dilin ucuna yaxın ön hissəsini üst ön dişlərin ucuna toxundurmaqla incə şəkildə tələffüz edilir. Vəl,
Vəl, vəl. Bu hərf də diş arası olduğuna görə dilimizdə pəltək hərf adlanır. Vəl. Ra hərfinə gəlincə isə, baxın ra hərfi budur. Transkripsiyada r səsini verir. Ra hərfinə gəlincə isə, baxın, xa, xa, düzdür? Üstə gəlirik. Bə, bə, və üstə gəlir ra'nın axır forması. İndi isə bərabərdir. Xa, bə, ra. Xa, bə, ra. Baxın, əziz dostlar. Bunlar hər bir hərf öz məxrəcində oxumalıdır. Xa'nın məxrəci nə idi? Xa. Tələffüzü necə idi? Xa. Bə isə incə idi. Xa qalın idi, bə incə idi. Düzdür? Xa, bə, ra isə nədir? Ra'nın da məxrəci qalındır. Yəni bəzi yerləri düzdür, incə oxunur, amma burada qalındır. Ona görə də xa, bə, ra. Nə olacaq? Xabəra. Ona görə də ra hərfinin üzərində, baxın, fəthə olanda əl səsin yox, a səsin verir. Dəl, vəl, ra və zəy və yaxud da zeyn. İngilizcə oxuyaq bunları. Bə, ra, bəra. Də. Bə, ra, də. Bəradə. Və, ra. Vəra. Ə. Əlif, həmzə. Baxın, həmzə, əlif. Eyni ə səsin verir. Və, ra, ə. Vəra, ə. Vəra, ə. Bə, və. Bə, və. Bə, və. Ra. Bə, və, ra. Bə, və, ra. Bə, ra. Bə, ra. Zə. Bərazə. Bərazə. Xabə. Xabə. Ra. Xabəra. Xabə. Xanın əvvəli, bənin ortası, bu da ra. Sərbəst. Düz. İndi isə burada birləşir axır forma buna. Yəni, bunun bir çıxıntısı, bənin ortanın çıxıntısı ra'ya birləşir. Xabəra. Xabəra. İndi isə xabə. Zə. Zeyn. Z. Xabəzə. Hərfin adı zeyndir, transkripsiya z'dir. Əhədə. Əhədə. Əhə. Əhədə. Əhədə. Dəl. Hənin əvvəlidir. Hənin əvvəlidir. Baxın, əvvəlidir. Bu da dəldir. Dəl birləşib hənin nədir? Əvvəlinə. Əhədə. Əxa. Və. Əxavə. Əxavə. Və bə. Hə. Sərbəst. Sərbəst. Düzdür? Bu da sərbəst. İndi isə biz bunları birləşdirəndə nə olur? Və sərbəst. Bənin, baxın, əvvəl forması. Baxın, baba, əvvəl forması. Bu da hənin axır forması birləşib nəyə? Bəyə. Və bə hə. Hə və. Hə və ra. Baxın, vəlin axır formasıdır, birləşib həyə. Həzəra. Dəə. Dəə. Bə. Dəəbə. Xara. Xara. İkisi də adır. Xada, rada. Bu da cimdir. Cim də nədir? Çünki biz dedik ki, iki şəkilli hərflərdən sonra ona hərf birləşməz. Buna görə də cim sərbəst yazılır. Xaracə. 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 Bugünkü dərsimiz bu qədər inşallah. Müvəffəqiyyətlər arzulayıram sizə. Kimin nə sualı olsa, şəxsidə də yaza bilər, direktdə də yaza bilər, kabinetlərdə yaza bilər. Heç bir problemi yoxdur.
Belə. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.